Xoş gördük dəyərli Dost TV izləyiciləri. Efirdə reabilitasiya zonası verilişidir. Bugün Suraxanı rayonunda yerləşən Respublika Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olacaq. Burada ümumi səbəbdən əlilliyi olan şəxslərlə yanaşı, eləcə də vətən müharibəsi iştirakçılarına fiziki, sosial və psixoloji reabilitasiya xidmətləri göstərilir. Bəs sağlamlığa aparan yolda hansı imkanlar təqdim olunur? Reabilitasiya prosesi insan həyatına necə təsir edir? Bugün bu sualların cavabını araşdıracağıq. Elə isə başladıq. Salam, xoş gördük. Necəsiz Nabat xanım? Sağ olun, çox sağ olun. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirəm. Nabat Abdulova Respublika Reabilitasiya Mərkəzinin direktorudur. Bugünkü müsahibimdir. Nabat xanım, istərdim ki, elə mərkəzin fəaliyyəti haqqında giriş edək, vətəndaşlarımızı məlumatlandırasınız. Çox sağ olun. Respublika Reabilitasiya müəssisəsi uzun illərdir ki, fəaliyyət göstərən mərkəzlərdən biridir və müəssisəmizdə bütün əlillik statusu olan vətəndaşlara xidmət göstərilir. Əsas xidmət istiqamətlərimiz iki hissəyə bölünür: tibbi reabilitasiya və sosial-psixoloji reabilitasiya. Əlbəttə ki, xidmətlərimiz müəssisəmizdə qəbul şöbəsindən başlayır. İlk olaraq vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə birbaşa olaraq qəbul şöbəsinə yaxınlaşırlar və bundan sonra artıq bütün sənədləşmə işləri qəbul şöbəsində başa çatdıqdan sonra qəbul otağına yaxınlaşırlar və orada artıq multidisiplinar bir komandamızla qəbul prosesi başlayır. Hal-hazırda sosial-psixoloji reabilitasiya xidmətlərindən biri olan meditasiya xidmətimiz, seansımız var, meditasiya otağımızda. Elə istəyirsiniz, ilk olaraq başlayaq günümüzü meditasiyadan, daha sonra digər xidmətlərimiz haqqında məlumat verərəm. Qalxaq. Nabat xanımın da bəhs etdiyi meditasiya otağına yaxınlaşırıq. Hazırda bu otaqda əlilliyi olan vətəndaşlara meditasiya seansı keçir. İstərdim ki, canlı məlumat verəsiniz proses haqqında. Hal-hazırda bizdə burada meditasiya seansı keçirilir. Yoga təlimləri aparılır, həm nəfəs hərəkətləridir. Deyərdim ki, sosial-psixoloji reabilitasiya xidmətlərinin ən sevimli, yəni pasientlərimizin ən sevimli otaqlarından biridir. Ümumiyyətlə, meditasiya otağı və burada olan bütün seanslar, bütün təlimlər sosial-psixoloji reabilitasiya şöbəsinin ən deyək ki, geniş xidmət aparılan bir otağıdır. Nəfəs hərəkətləri təlimləri tez-tez keçirilir. Həftə ərzində demək olar ki, 2-3 dəfə bu xidmətlərdən yararlanırlar və bütün əlilliyi olan şəxslərimiz də sevə-sevə bu xidmətə qoşulurlar. Həqiqətən də emosional tarazlıq, psixoloji sakitçilik, yəni gərginlik, stresin götürülməsinə çox böyük təsir göstərir. Ümumiyyətlə, psixoloji deyək, dəstək müalicənin yarısıdır demək olar. Ona görə də bütün əlilliyi olan şəxslərimiz tərəfindən çox sevilir. Elə deyərdim ki, otağın ab-havası da bütün bu dediklərinizə şərait yaradır. Rita xanım, bizim müəssisəmizdə reabilitasiya xidmətlərində loqopediya xidmətlərimiz də var və çox geniş şəkildə də biz bu xidmətlərdən istifadə edirik. Hal-hazırda loqoped otağına yaxınlaşırıq. Rita xanım, hal-hazırda loqopediya dediyim kimi otağında loqopedimiz Ərşad Həsənlinin pasientlə birlikdə işlədiyini müşahidə edirik. Ərşad bir balaca pasient haqqında məlumat verərdi. Pasientimiz İmran bəy 2023-cü ildə əməliyyat olunub, beyin şiş əməliyyatı. Əməliyyatdan sonra nitqində çətinliklər var, diz arteriyanın əlamətləri, ağız suyu axıntısı, çeynəmə odurma çətinlikləri və nitqin aydınlığında çətinlikləri var. Hal-hazırda nitq orqanlarının aktivliyini artırmaq üçün artikulyar gimnastikalar, bu həm də eyni zamanda nitqin aydınlığını artırmağa da kömək edəcək. Gəlin edək, İmran bəy, gəlin edək. Dilinizi çıxardın, sağa, aha, əks tərəfə vurun, əla. Rita xanım, elə ikinci mərtəbəyə gəlmişkən burada olan xidmət otaqlarımız haqqında da sizə istəyirəm məlumat verim. Hal-hazırda olduğumuz otaq bizim kombin otaq adlanır. Yəni burada eyni vaxtda həm manual terapiya, yəni masaj xidmətlərimiz, həm fizioterapiya və müalicəvi bədən tərbiyə xidmətlərimiz eyni vaxtda bir neçə pasiyentə, məsələn, bir ailə üzvlərlə də ola bilər və yaxud da tək-tək olaraq individual bir neçə xidmət bir otaqda bizdə təşkil olunub.
Bu da fizioterapiyanın xidmətlərindən biridir. Digər otağımız isə Nabat xanım, digər otağa keçməmişdən öncə istərdim ki, fərdi reabilitasiya və abilitasiya proqramı haqqında danışaq. Hər bir əlilliyi olan vətəndaşa fərdi yanaşma necə tətbiq olunur? Deməli, ümumiyyətlə qəbul prosesində bu tənzimlənir. Hər bir əlilliyi olan şəxs individual olaraq, yəni yanaşma individual olaraqdır, fərdi olaraqdır. Diaqnozuna uyğun olaraq və cari durumuna uyğun olaraq həkimlər tərəfindən dəyərləndirilmə aparıldıqdan sonra fərdi reabilitasiya planı tərtib olunur. Hər bir əlilliyi olan şəxsə individual olaraq ayrılıqda həmin diaqnozuna uyğun olaraq, məsələn, aldığı travmalara, zədələrə və ümumi cari vəziyyətdən uyğun olaraq həkimlərin müayinəsindən sonra fərdi reabilitasiya planı hazırlanır və bütün kurs boyunca da həmin fərdi reabilitasiya planına uyğun olaraq xidmətlər alınır. Elə hal-hazırda digər bir otağımıza keçid eləmək istəyirəm. Sizi erqoterapiya ilə tanış eləmək istəyirəm. Bu otağımızda da əmək terapevtlərimiz xidmət göstərirlər əlilliyi olan şəxslərimizə. Hal-hazırda Aynur xanım təlimatçımız pasiyentimizlə işləyir. Əsəl xanım, bir balaca məlumat verərdiniz xidmətimizlərimiz haqqında. Pasiyentimiz bir neçə il öncə işemik insult keçirmişdir. İşemik insultun qalıq əlamətləri olaraq sol tərəfli dərin hemoparezdir. Spastikası olduğu üçün hələ ki aktiv koordinasiya məşqləri tətbiq olunmur. Hələ ki biz pasiv şəkildə əl, bilək və barmaq məşqləri, hərəkət amplitudasını artıran barmaq məşqləri tətbiq edirik. Nabat xanım, artıq birinci mərtəbədəyik. İstəyirəm ki, buradakı xidmət otaqları barədə biz tanış edəsiniz. Aha. Demək ki, burada elə gördüyünüz kimi psixoloqun kabinetidir və burada da dinləmə, gözləmə güşəsi yaratmışıq. Psixoloqun qəbulunda olan xəstələrin, pasiyentlərimizin ailə üzvləri, müşahidçilər bəli, seans zamanı burada əyləşirlər, dinlənirlər və sosial-psixoloji şöbəmizin daha bir xidmətimiz, yəni biz bu xüsusi olaraq bir xidmətdir bizdə və bu otaq sosial məişət otağıdır. Bu otaqda gəlin sizi tanış eləyək daha yaxından. Eyni vaxtda bir neçə əlilliyi olan şəxslərimiz burada uşaq serebral ifliclərindən, diaqnozu ilə olan insultdan sonraki pasiyentlərimizin bərpa prosesi, deyək ki, sosial həyata inteqrasiyası, geri dönüşü bax bu otaqda baş verir. Əlilliyi olan şəxslərimiz tərəfindən də çox sevilən bir xidmətdir. Sosial məişət adaptasiya otağında pasiyentlərimizə içirilmiş əmək fəaliyyətini, günlük əmək fəaliyyətini bərpa etmək üçün uyğun bir şərait yaratmışıq. Burada qalın tutacaqlarla doğrama funksiyasını rahat həyata keçirmək üçün bax belə bir alətlər var. Həm qaşıqdır, həm bıçaqdır, belə doğrama alətləri. Uyğun, boylarına uyğun dəzgah yaradılıb. Əlçatanlıq təmin olunub. Çay dəmləmək üçün, yemək hazırlamaq üçün belə bir şərait yaratmışıq. Gündəlik məişətdə istifadə etdiyiniz bütün avadanlıqlarla təmin olunub. Bəli, bütün avadanlıqlarla təmin olunub. Bura bizim mətbəx hissəmizdir. Növbəti xidmət otaqlarımızdan biri də pasiyentlərimiz üçün belə bir şərait yaratmışıq. Gündəlik əmək fəaliyyətlərindən biri toxuculuq. İncə motor bacarıqlarını inkişaf etdirmək üçün bax belə bir xanım toxuculuqla məşğul olur. Muncuqlardan əl işləri hazırlayıb. Gördüyünüz kimi burada belə bir əl işləri ilə parça özünüz toxumusunuz bunları? Bəli. Çox gözəldirlər. Neçə ildir bu işlə məşğulsunuz? Uşaq vaxtından bu işlə məşğulam. Bəli. Neçə ildir mərkəzdə reabilitasiya xidməti alırsınız? 10 ildir mən mərkəzdə səyyar xidmətdən yararlanmışam. İndi ambulator müalicəyə gəlirəm. Çox gözəl. Eyvə xanım özü də qeyd etdiyi üçün əvvəl bizdə səyyar xidməti götürüb, daha sonra vəziyyətində yaxşılaşma olduğu üçün biz onu ambulator xidmətə dəvət eləmişik və gördüyünüz kimi özü sərbəst işləyir, əl bacarıqlarını inkişaf elətdirir, toxuculuqla məşğul olur, muncuqlardan əl işləri hazırlayır. Və sosial məişət otağında da aktivdir. Bəli, çox aktivdir, bəli. Bu pasiyentimiz ütü ütləmə qabiliyyətini inkişaf elətdiririk, ütü ütləməsini. Sərbəst şəkildə Özü sərbəst şəkildə öz geyimini ütülüyür. Bununla yanaşı biz pasiyentlərimizə yataq toplamaqdır, dəsmalları qatlamaqdır, öz geyimlərini səliqəyə salmaq, dolabını səliqəyə salmaq.
Şəxsi gigiyenadır, diş fırçalamadır, üz təmizliyidir. Bunları da öyrədirik, təlimlər keçirilir, gündəlik xidmət verilir. Nabat xanım, sosial məişət otağından sonra görürəm ki, qəbul otağına yaxınlaşırıq. İstərdim ki, müraciət edən vətəndaşların kateqoriyaları haqqında məlumat verəsiniz. Hansı kateqoriyadan olan vətəndaşlar müraciət edir və qəbul prosesi necə aparılır? Ümumiyyətlə bizim Mesut Reabilitasiya Mərkəzinə bütün kateqoriyalara olan əlilliyi olan vətəndaşlarımız müraciət eləyir və əslində ümumiyyətlə bütün bizim müəssisələrimizə, reabilitasiya mərkəzlərimizə qəbul prosesləri necə baş verir? Öncədən əlilliyi olan şəxslərimiz yaşayış üzrə dost mərkəzlərinə, tibbi sosial ekspert komissiyalarına və yaxud da birbaşa olaraq müəssisəyə müraciət edirlər. Birbaşa olaraq müraciət ambulator xidmətləri üçün keçərlidir və səyyar xidmətlər üçün. Digər stasionar qəbul üçün isə öncədən rezervasiya formalaşdırırlar və həmin o rezervasiya formalaşdırdıqları tarixdə də müəssisəyə yaxınlaşırlar və bundan sonra dediyim kimi qəbul prosesi başlayır, sənədləşmə və sonra qəbul otağında qəbul prosesi başlayır. Yaxınlaşaq qəbul otağı ilə tanış olaq. Rita xanım, lütfən əlavə eləmək istərdim ki, ilk dəfə olaraq müəssisəyə ilk gəlişində əlilliyi olan şəxsimiz qəbul prosesindən keçir. Həmin proses bu otaqda həyata keçirilir. İlkin dəyərləndirilmə həkimlərimiz, psixoloq tərəfindən aparılır və daha sonra burada artıq bu otaqda fərdi reabilitasiya planı tərtib olunur və daha digər günlərdə artıq həmin o plan üzərində mütəmadi, yəni hər gün öz reabilitasiya xidmətlərini alır. Nabat xanım, qəbul prosesi gün ərzində həyata keçirilir və saat neçəyə qədərdir? Bəli, qəbul prosesi səhər saat 9-dan 3-ə qədər davam edir. Gün ərzində əlilliyi olan şəxslərimiz hər gün qəbul prosesi aparılır hər bir gün və burada dediyim kimi fərdi reabilitasiya planı tərtib olunur və həmin plana da əsasən digər günlərdə 14 gün reabilitasiya kursunu artıq reabilitasiya xidmətlərini alır vətəndaş. Və gördüyünüz kimi hal-hazırda qəbul prosesi gedir. Daha geniş proses haqqında da bizim həkimimiz Gülnar xanım istərdim məlumat versin ki, prosesimiz necə aparılır. Hal-hazırda qəbul prosesindəyik. Qəbul prosesimiz həkimlərin komanda multidisiplinar yanaşması şəklində baş verir. Hazırki xəstəmiz Əliyev bəylər Hüseynoğludur. Deməli, 1-ci Qarabağ müharibəsi əlillidir. O bizə müraciət etdiyi diaqnoz qəlpə yaralanmasından sonraki sağ çiyin oynağının artriti və pleksit diaqnozu ilə eyni zamanda hər iki diz oynağının deməli ağrıları, bel, oma, fəqər oynağı nahiyəsində olan ağrı şikayətlər səbəbilə müraciət etmişdi və hal-hazırda qəbul prosesimizdə multidisiplinar yanaşma şəklində olaraq həkim terapevt, həkim nevropatoloq, həkim fizioterapevt və psixoloq müayinəsi birlikdə aparılır. Xəstənin müayinəsi deməli başlayır. İlk növbədə xəstənin çəkisi, boyu ölçülür, arterial təzyiqi ölçülür və nəbzi və vizual müayinə şəklində deməli davam edir. Reabilitasiyada mən Şaqamda bəzi yerlərdə olmuşam. Sonra öyrəndim ki, burada ambulator vardı. 3-4 ildir gəlirəm bura. 3-4 ildir mən buradan yaralanıram. Gələndə də yaxında olduğum yer, mən özüm yerdə Suraxanı rayonunda yaşayıram. Baxdım ki, burada yaxındır, ambulator vardı. Hər 3 aydan bir məsləhət gördülər ki, 3 aydan bir bizim burada ambulator, yəni müalicəmiz var. Gəldim, baxdım, hər şey yaxşıdır, müalicələr yaxşı, təmizlik, hər şey yaxşıdır. Nabat xanım da sağ olsun, yəni bütün həkimlər də, Gülsün xanım, Gülnar xanım, Aytəkin xanım, hətta belə sanitarkalar da bizdən çox yaxşı, gözəl davranır. Vallahi bizim elə nazımızı çəkirlər ki, adam evə getmək istəmir. İstəyir ki, elə qalsın buradadır. Uşaq vaxtı biz belə, atamız, anamız bizi belə əzizləməyibdi. Bunlar bizi burada belə əziz deyirlər, bizi belə, necə deyim, hani çox yaxşı. Nəinki Qarabağ qaziləri, biz qaziyik. Bütün xəstələrdir. Nə ki, xəstələr var, 2-ci qrup, 1-ci qrup əlillər var. Mən görürəm də, burada da xanımlar, obislər gəlir. Onlar ki, qazi deyirlər. Yəni, onlara da həmçinin heç ayrı seçkilik yoxdur burada. Yəni, hamıya bir gözlə baxırlar. Yəni, çox razıyam, Allah hamısından razı olsun. Yəni, qaydasındadır hər şey. Sizə hansı xidmətlər tətbiq olunub, hansı xidmətlər yararlanmışsınız burada? Məndə masaj, ampul plus, maqniterapiya, sonra psixologiyadan, bir də idman bədən tərbiyəsi bunlarla, bir də fanafarez olur,
Beləncə bir şeylər çox yaxşıdır. Biz yəni görürük effektini. Sırazı oldu, yəni bir aydan sonra baxırım ki, hər şey qaydasındadır. Məsələn, mənim dizimdə getdim, MRT elətdirdim. Mənə dedilər, əməliyyat lazımdır. 3 dənə mən cərrahda oldum. Əməliyyat dedilər bana. Mən gəldim, burada məni maqniterapiya elədilər. İndi bir dənə arğı yoxdur, 3 ildir. Hamısı keçib az olur, yəni kəskin arğılar var idi məndə. Maqniterapiya elədilər, keçdi getdi, heç əməliyyat da olunmadım. Yox. Əməliyyatı da ehtiyac qalmadı. Nabat xanım, gəlin biraz mərkəzin texniki avadanlıqları və müasir imkanları haqqında danışaq, vətəndaşlarımızı mərkəzdə olan avadanlıqlarla tanış edək. Rita xanım, demək ki, bütün müəssisələrimizdə olduğu kimi bizim müəssisəmizdə də bütün reabilitasiya xidmətlərinin, tibbi reabilitasiya xidmətinin aparılması üçün, fizioterapevtik prosedurların aparılması üçün tam müasir avadanlıqlarla təsis olunmuş bir müəssisəmiz var. Hal-hazırda biz indi fizioterapiya otağına yaxınlaşacağıq, hansı ki, bütün fizioterapevtik prosedurlar üçün lazım olan bütün cihazlarla təmin olunmuş bir otaqdır. Və burada biz elektroterapiyadır, əlavə olaraq, məsələn, fonofarez, eyni vaxt amplipuz, tens və digər kimi xidmətlər göstəririk. Bundan əlavə ümumiyyətlə fizioterapevtik prosedurlarımızda maqnitoterapiyadır, işıqla olan terapiyadır. Bundan əlavə olaraq istiliklə müalicəmizdir, parafin terapiyasıdır, hotbackdir və digər geniş, yəni fizioterapevtik prosedurlarımız var, bəli geniş çeşidlidir. Hal-hazırda da bizim pasiyentimiz fizioterapiya xidməti alır. Svetlana xanım bizim tibb bacımızdır. Fizioterapiya üzrə bir balaca istərdim məlumat versin. Buyurun Svetlana xanım. Bizim pasiyentimiz 1-ci Qarabağ müharibəsinin qazisidir, Namik bəy. Hal-hazırda elektroterapiya müalicəsi alır. Əzələ atrofiyasının qarşısını almaq üçün elektrostimulyasiya alır. Bundan əlavə maqnitoterapiya var bizdə, fonofarez, elektrofarez, müxtəlif prosedurlar var, qısa dalğa aparatı, yəni bütün pasiyentlərə, əlilliyi olan şəxslərə həkim təyinatı üzrə nə lazımdırsa bütün prosedurlar həyata keçirilir. Rita xanım, indi isə tibbi reabilitasiya xidmətlərimizin bir qolu olan müalicəvi bədən tərbiyəsi otağına yaxınlaşırıq. Çox böyük xidmətlər aparılır burada. Yəni burada əsas bizim məqsədimiz ağrıların azaldılması, alınmış travmalardan sonraki bərpa prosesləri. Yəni belə bir geniş böyük otağımız var və bildiyiniz kimi cihazlarla da, avadanlıqlarla da təmin olunub. Burada da dediyim kimi individual yanaşma var. Yəni individual fərdi olaraq reabilitasiya planı hazırlandıqdan sonra hər əlilliyi olan şəxs üçün individual olaraq plan tərtib olunur və müalicəvi bədən tərbiyəmiz burada aparılır. Hal-hazırda biz təlimatçımız İlqar bəylə bir balaca müzakirə eləyərik. Zəhmət olmasa pasiyent haqqında bir məlumat verərdin, hansı xidmətləri eləyirik? Pasiyentimiz Əvəz müəllim sol böyrəyindən əməliyyat olunub, böyrəyinin biri yoxdur və bundan əlavə həm də sol tərəfdən insult keçirdib. Buna uyğun olaraq vəziyyətini nəzərə alaraq individual proqram tərtib olunur və buna uyğun reabilitasiya prosesləri gedir. Həm aktiv, həm də pasiv məşqləri edilir. Yəni pasiyenti tam yormadan, həmçinin də onun sağlamlığına əlavə ziyan vurmadan müalicə prosedurlarının hər birini öz qaydasında, müəyyən proqram əsasında aparırıq. Rita xanım, digər təlimatçımıza da yaxınlaşaq. Hal-hazırda Aynur xanım pasiyent üzərində işləyir. Aynur xanım, zəhmət olmasa. Kərimli Elmira Namik qızı doğuş zamanı çiyində bu bazu sümüyünün pleksiti nəticəsində zədə alıb və bu xanım hər 3 aydan bir müəssisəmizə reabilitasiya üçün müraciət eləyir. Xanıma həkim müayinə etdikdən sonra ona təyin olunan cərmə hərəkətləri və çiyin qurşağının qüvvətləndirilməsi hərəkətlərini yazdıqdan sonra biz həmin hərəkətləri tətbiq eləyirik. Rita xanım, hal-hazırda da fizioterapiya prosedurlarına, xidmətlərinə aid olan maqnitoterapiya otağındayıq və hal-hazırda da maqnit aparatda pasiyentimiz var. Svetlana xanım, istərdim ki,
bir balaca məlumat versin xidmətimiz haqqında, pasient haqqında. Maqnitoterapiya aparatından istifadə edirik. BTL aparatıdır bu. BTL aparatı müxtəlif olur. Bizə lazım olan lokal BTL-dir. Çünki xanımda gördüyünüz kimi sol tərəfdə parez var. Biz sol tərəfli qoluna, bir də sol ayağına maqnit terapiya tətbiq edirik. Bu bizə nə verir? Bu bizə qan dövranını yaxşılaşdırması verir, sinir ötürücülüyünü bərpa etməsini verir. Siz bilirsiniz ki, parez nəticəsinə sinir ötürücülüyündə problem yaranır. Maqnit terapiya bizə onun bərpasını daha tezləşdirir. Siz bilirsiniz ki, harda qan dövranı yaxşıdırsa, harda trofika daha güclüdürsə, həmin nahiyədə reabilitasiya prosesi daha tezləşir. Yəni buna görə bu maqnitoterapiya böyük rol oynayır və istər işemik insult, istər gemoragik insult, istər qan sızma ilə biz maqnitoterapiyadan geniş istifadə edirik. Bu aparat maqnitoterapiya aparatıdır, ümumi maqnitdir, şəkərli diabet xəstələrinə çox istifadə olunur. Bilirsiniz ki, şəkərli diabet xəstələrində damarlarında ateroskleroz yaranır, qan dövranı zəif olur, tromblaşma yaranır. Bu bizə nə verir? Bu aparat qan dövranını yaxşılaşdırır. Yuxarı və aşağı ətraflarda, həm qollarında, həm də ayaqlarında qan təcizatını yaxşılaşdırır, aktivləşdirir. Hazırda yanımda Respublika Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri alan Vətən müharibəsi iştirakçısı əyləşib. İstərdim ki, özünü təqdim eləsin. Mən Sultanov Azad Firidun oğlu, 3-cü qrup müharibə əliliyəm. Özüm 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Cənab Prezident tərəfindən 6 medal ilə təltif olunmuşam. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərin medallarını almışam və cəsur döyüşçü medalı ilə də həmçinin təltif olunmuşam. Baş nazir Əli Əsədovun təqdim etdiyi Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilmişəm. Mən əlilliyim təyin olunandan reabilitasionlardan müalicə götürürəm. Mənə yaxşı da oldu ki, şad da oldum ki, mən beləcə bir yaşadığım ünvana ərazisində reabilitasiyon var. Və gəlirəm, mən burada müalicə alıram, ictimai tədbirlər olur, ictimai tədbirlər aparırlar. Təşəkkür edirik ki, bizi yaddan çıxartmırlar. Bəzən eləncə vaxt olur ki, zəng edirlər, özləri belə deyirlər ki, gəlin biz müalicələr falan və yaxud da tədbirlər baş verir, onunla əlaqədar. Təşviq edirlər ki, siz aktiv olaraq reabilitasiya xidmətlərindən yararlanırsınız. Bəli. Neçə ildir xidmətlərdən yararlanırsınız? 5-ci ilimiz tamam olur. Mütəmadi olaraq əlilliyiniz hər təyin 3 aydan olunandan. bir reabilitasiyaya yaxınlaşıram. Burada sağ olsun idman, fenoferez, hər bir şeylər mövcuddur deyənə müalicəmi burada götürürəm. Fərdi planlamaya əsasən sizə uyğun olan xidmətlər tərtib olunur və onları yararlanırsınız onlardan. Çox gözəl, təşəkkür edirik fikirlərinizi bildirdiyiniz üçün. Nabat xanım, mərkəzə gələ bilməyən əlilliyi olan vətəndaşlarımız üçün bildiyim qədərilə səyyar reabilitasiya xidməti də fəaliyyət göstərir. Hazırda saatlarımız 2-ni göstərir və komandamız xidmət üçün hazırdır. İstəyirəm onları qarşılayaq və yola salaq. Bəli, hal-hazırda komandamız yola düşəcək. Reabilitasiya xidməti, səyyar reabilitasiya xidməti göstərmək üçün komandamız yola hazırlaşır və Doktor Gülnar xanım istəyərdim ki, gedəcəyimiz hansı pasiyentə ki, səyyar xidmət göstərəcək, məlumat verərdiniz. Mehdiyev Eldar Elmaroğlu, 1-ci qrup əlil, evdə səyyar xidmət göstərmək üçün bizə müraciət etmişdir, müəssisəmizə müraciət etmişdir. Diaqnozu kvadriplegik spastik serebral iflic diaqnozu ilə bizdə səyyar xidmət komandası olaraq həkim fizioterapevt, həkim nervopatoloq, loqoped, ergoterapiya təlimatçısı, MBT təlimatçısı olaraq komanda şəklində evdə səyyar xidmət göstərmək üçün yola düşürük. Allah, təşəkkür edirəm. Buyurun, sizi yola salaq.
Nabat xanım, sizə təşəkkür edirəm. Bu gün mərkəzin fəaliyyəti ilə bizi yaxından tanış elədiniz. Çox sağ olun sizdə Rita xanım ki, bu gün bizimlə bərabər Respublika Reabilitasiya Mərkəzində reabilitasiyanın bir gününü birlikdə yaşadınız, izlədiniz, göstərdiyimiz bütün xidmətlərlə yaxından tanış oldunuz. Buna görə də sizə minnətdarlığımızı bildiririk kollektivimiz adından. Çox sağ olun. Çox sağ olun. Beləliklə, bugün Suraxanı rayonunda yerləşən Respublika Reabilitasiya Mərkəzinin yaxından fəaliyyəti ilə tanış olduq və bir daha şahid olduq ki, bərpa prosesi sadəcə fiziki sağlamlığın bərpası deyil, eyni zamanda əlilliyi olan şəxslərin gələcəyə inamla və ümidlə addımlamasına şərait yaradır. Unutmayaq ki, hər bir uğurlu bərpa prosesi peşəkar dəstəyin və güclü inamın nəticəsidir. Mən isə sizinlə sağollaşıram. Növbəti görüşlərədək.